Həmçinin Türkiyədə biri var, efirlərdə o da dəvət aparır. O deyir ki, yer üzündə şəriət ölkəsi yoxdur və yer üzündə şəriət ölkəsi olmadığına görə cürmələr də yoxdur. Tərk eləmək lazımdır cürmələri, necə ki, Allah Rəsulu Məkkədə qılmamışdı. Elhamdülillah, bilirsiniz, insan özündən danışılmalıdır. Yəni, dəlillərə əsaslanmalıdır. Əgər o Məkkədə qılmamağın dəlil gətirirsə Peyğəmbər sallallahu aleyhi ve sellem, Məkkədə imkan yox idi. İmkan yox idi. Hətta cəmaat namazı biraz çətin idi qılmaq. Onda cəmaat namazı qılır heç olmasa. Məkkədə meçid də yox idi. Meçidə gedir. Düzgün deyil, səhvdir elə yanaşma. Səhvdir. Məkkədə imkan yox idi ona görə. Mədinədə imkan var idi. Lakin o təkfirçinin fikrinə görə Mədinədə qılanda məyər Mədinə İslam dövləti idi hələ? Yox, İslam dövləti deyildi. Əksinə, o bidətçilər ümumiyyətlə həmişə gətirdikləri dəlillər onların əleyhinədir əslində. Leyhinə yox. Əksinə, onlara dəlil gətirmək lazımdır ki, bax, Peyğəmbər sallallahu aleyhi ve sellem Məkkədə idilər. Hələ İslam dövləti qurulmamışdı Mədinədə. Sadəcə hicrət eləmişdilər sahabələr. Lakin Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, siz qılın. Ora hələ, xüsusən də təkfirçilərin fikrinə görə şeytanların ki, ora İslam dövləti deyil dənəm. İslam dövləti nə vaxt quruldu? Nə vaxt ki, Peyğəmbər sallallahu aleyhi ve sellem gəldi, ora elan olundu. Ondan sonra, əksinə o dəlil ona qarşıdır. Onun əleyhinədir. Həmçinin. Ona görə səhv fikirdir o, səhv fikir. Hələ adamları qulaq asmayın.